sallallahu aleyke ya mazlum. Ey mazlumlar ağası, ey imamlar atası, ey Ali. Peygamber Hazreti Ali'ni de sefere göndermişti. İş dalıcan. Bunu belki de hiç yerde eşitmemişsin bak. Peygamber Hazreti Ali'ni sefere göndermişti iş dalıcan. Ağa deyir yubanır. Peygamber narahat olur. Ümmü Sələmə deyir, gördüm Resul-i Ekrem dua eləyir. Deyir, Allahümme la temutni. Allah öldürmə məni. Təəccüb elədim, görəsən niyə belə dua eləyir Peyğəmbər Əkrəm? Duanın deyir, ikinci hissəsini eşitdim, təəccübüm aradan getdi. Gördüm Resul-i Ekrem deyir, Allahümme la temutni hatta turiyeni aliyyen. Ya Aliyya. Allah məni öldürmə Əlini görənə qədər, ya o qaydana qədər, gəlib çıxana qədər. Bu qədər sevirdi onu. En kamil insan Peygamber Ekrem Hacı dedi. Bu kadar kıymet verirdi. Bu kadar kadrin bilirdi. Bu sevgi asıl sevgiydi. Döze bilmirdi ayrılığına. Döze bilmirdi ayrılığına. Azizler, indiki deyirəm belki bunu eşitməmisiniz. Bax bu deyil. Qədir gecəsi Ali Aleyhisselamdan əvvəl də olub və var idi. Bir nəfər dedi ki, Həzrəti Əliyə görə əhya saxlayırıq bu 3 gecəni. Dedim, yox, Qədir gecəsi olub Həzrəti Əlidən. Qədir gecəsi əslində Qur'anın nazil olan gecəsidir. Müqəddəs gecədir. Ona görə deyir, oyaq qal, qarşıla, qonaq gəlir elə bir. Necə hazırlaşarsan? Xüsusi vaxt ayır bu ibadətə. Ama bir söz diyeyim, bilmirsiniz niye Hazreti Ali'ni Qədir gecəsi zərbətdədilər. Ağlason bax bunu ağla kinən. Belki elə bu ayın axırına qədər yadından çıxmaz bu söz. Ağanın düşmənləri deyir, müminlər ki, ağanın düşmənləri deyirmişlər ki, Əlini öldürmək ibadətdir, savabdır. Odur ki, gəlin bu işi elə belə bir mübarək gecədə görək, savabı biraz da çox olsun. Məzlum Əli, Can ağa, bilirsiniz də o gecə nə oldu? Bilirsiniz o gecə nə oldu? O gecə kızı Ümmə Gülsümün evindeydi Həzrət. İftar elədi, biraz mürgüləmişdi. Kızın əlaqəsi deyirlər ataya biraz çox olar. Ağa deyir oyandı gecənin yarısı, gözləri yaşlı idi. Xanım Ümmə Gülsüm soruşdu, ağa niyə ağlamısan? Nə baş verib ağlamısan? Ağa dedi, babam peyğəmbəri gördüm yuxuda. Dedi, Əli gəl yanıma. Həlümmə iləyna. Deyir, soruşdum, baba sən nə dedin? Ağlayırdı amma. Ağlaya deyir, dedim, baba ben sən nə dedin babam peyğəmbərə? Deyir, dedim, mən də müştaqəm sizə. Ya Resulallah, yorulmuşam bu haqsızlıqlardan. Ya Resulallah, o zalimlərdən yorulmuşam. Xülasə, durdu ağa, çıktı evden. Bilirsen ki evden çıkanda həyətdə o kuşlar var idi, qaz idi, ördəydi, neydi? Öz dimdikleriyle tuttular Əlinin əbasından. Onlar da elə bir imanla demək istəyirlər, Əli getmə bu məscidə. Ağa Əmirəl-Möminin Ümmə Gülsümü səslədi, dedi, kızım, bu dilsiz heyvanların dənəsin surun vaxtında verərsən. Bu dilsizlər də Əliyə aşıqdilər, onlar da Əlidən xəbərləri var. Deyir Əmirəl-Möminin ağa qapıdan çıxanda əbası da ilişdi qapıya. Xülasə Əmirəl-Möminin ağa gəldi çatdı məscidə. O zalim ki kılıncı hazırlamışdı qabaqcan, sıçradı o zərbəni indirdi. Ama arkadan emdirdi zərbəni xaincəsinə. Üzbəüz heç kim o işi görə bilməmişdi. Deyir, elə ki zərbə dəydi Həzrətə. Cəbrail qışqırdı, Əlini öldürdülər.
Ağa deyir yıxıldı yerə və o məşhur cümləni işlətdi. Fustu və Rəbbil Kəbə. Bunları eşitmisən. Deyir, and olsun Kəbənin Allahına ki dincəldim, hə? İki deyir, səs gəldi Cəbrailin səsindən sonra. Bilirsən nə səsdir? Bir səs deyirdi, ay ata, bir səssə deyirdi, ay imamım, ay məzlum imamım. Deyir, o ay ata deyənlər imamın balaları idi. Ay imamım deyən imamın aşiqləri. Kufədə səs düşdü mehrabidə bir baş yaralandı. Bu səs ucalan vaxtda yatanlar da oyandı. Həsənəyn gəldilər məscidə. İmam Həsən ağa deyir, özün tez çatdırdı. Əyildi, qaldırdı ağanın başını. Qoydu yerdən ağanın başını dizinin üstünə. Ağlaya-ağlaya dedi, ya Rəsul, ya ağa, ya əbəta, kaş öləydim, səni belə vəziyyətdə görməyəydim. Hə? İmam Hüseyin ağa dedi, ağacan çətin gündür, nə çətin gündür bugün. Peyğəmbərin günündən də sonra, Peyğəmbərin vəfatından sonra ən çətin gün oldu. Dedi və ağladı, ağa Əmirəl-Möminin gözlərini açdı. Dedi, Hüseyin, çətin gün sənin olar bala, ağlama. Ağa ayağa, ağa deyir, ağlayır, gözlərindən yaş gəlir İmam Hüseyin ağa. Dedi, ayağa qalx. Ağlama bu qədər. Ağa ki öz ayağa qalxa bilmirdi, bir taxta gətirdilər, ağanı uzatdılar. Ağanı uzatdılar, taxtanın üstünə apardılar evə. Evə çatanda deyir, ağa açdı gözlərini. Dedi, qoyun məni yerə, qoy özüm girim evə. Ağa niyə, nə səbəbə? Ağlasın, bax bunu ağlat, tutarıram, hacı dua eləsin. Dedi, Zeynəbim görməsin məni belə. Çün yetişdi dərgəhə fərmayiş etdi şahidin. Ziri balinimdən tutun, bu halda varid olmayın. Ağa niyə? Qızları qorxutmayın, qəmlərini artırmayın. Zeynəb belə görməyib heç vaxt. Üz gözü qanlı görməyib Zeynəb məni. O Zəhra idi. Hər dəfə evə qaydanda yaralarımı sarılardı. İndi heç Zəhra da yoxdur. Sizin dilinizdən deyirəm, ya Əmirəl-Möminin, razı olmadın Zeynəb səni üzü gözü qanlı görsün. Deyirəm, ağa, ya Əli, kəş olaydın Kərbəlada, görəydin Zeynəbin nələr gördü. Gəldi, baxdı qətligaha. Dedi, ya Hüseyin, heç fəsli xəzanda belə solmuş çəmən olmaz. Heç fəsli xəzanda belə solmuş çəmən olmaz. Atam oğlu, baş yox, əl yox, belə sən tək ölən olmaz. Aya, nədir cürmün səni bu halə salıblar? Hüseyin günahın nədir? Zəhra anamın taqətini əldən alıblar. Düşmənlər içində ucadan ağlamaq olmaz. Fəryada gəlib qəmli ürək dağlamaq olmaz. Hüseyin, qardaş, bu qədər yarəni heç bağlamaq olmaz. Səcdədən bacan qanə, rəhbərən səlam olsun. Səcdədə bacan qanəm, rəhbərən səlam olsun. Can verən qəribanə, heydərən səlam olsun. Səcdədə bacan qanə, rəhbərən səlam. Diyadı möhkəmdir. Səcdədə batan qavmə, rəhbərə səlam. Əhsən uca, can verən qəribanə, heydərə olsun, heydərə səlam. Sun çatdı Kəbəm olurdu müntəhai amala, hübbezai sara merhaba o izlala. Restigar olub Mevla Cəbrail edib nala. Səs gəlib o məhbubi da verən səlam
olsun, Heydərə selam olsun, rəhbərə selam olsun, Heydərə əhsən, uca olsun, battı qanine miri, müminan namaz üstə, aldı həqdən iclali, cavidan namaz üstə, hüccəti xuda verdi, imtihan namaz üstə, salqi qədəh nuşi, Kevser'e selam olsun, Heydərə selam olsun, rəhbərə selam olsun, Heydərə selam olsun, rəhbərə selam olsun, uca Heydərə